qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Ey insanlar! Siz Allaha möhtaçsınız. Allah isə zəngindir, tərifə layiqdir. Əgər istəsə, sizi yox edib, yerinizə yeni bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə, öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış da ancaq Allahadır.